Hə, belə padruka azdır. Mən babalı yuya bilmərəm, axı durum deyim, paxıllılığı çəkir. Mən yaxından tanımadığım insan haqqında necə danışım. Bəlkə deyir ki, özünə qarşı kompleksi var, özünü düzəldir, paylaşır. Bəlkə səndə kompleks görmür, paylaşır. Səni elə. İndi mən onu nə deyə bilərəm? Ola bilər ki, insandır da, özündə kompleksi var, özünü düzəldib paylaşır. Mənim məsəl üçün kompleksim yoxdur. Mən şəkil necə gəldi çəkib paylaşıram. Mənim ətrafımdakı insanlar da mənlə şəkil çəkdirəndə özlərini düzəldirlər, məni yox. Çünki bilir ki, mənim kompleksim yoxdur, mənim vecimə deyil. Mən elə şey kafeye takan adam deyiləm. Ay, burada pis düşdüm, burada yaxşı düşdüm. O cüqalda dostluğa dost az da. Yaxşı dost az da. Paxıl da çoxsa. Tatlı da. Hamı özü üçün özünə düzdür. Bəs nə? Padruka hamısı qızlar bir-birinin paxıllığını çəkir də. Kim istəyər, kim kimdən qəşəng görsənsin. Bütün qızlar istəyər ki, hamısı daha qəşəng. Kim ki deyir, mən istəyərəm, mənim padrukam məndən yaxşı görsənsin. Mən onu səmimiyyət qəbul eləmirəm. Şəxsən mən istəmərəm. Mən açıq danışıram. Mən istəmərəm kimsə mənim yanımda məndən qəşəng görsənsin. Bu paxıllıq deyil, bu sadəcə özümü daha çox sevməyimdir. Nə adiyyatı var ki? Hamı istəyər ki, hamı daha qəşəng görsənsin və ən gözəl o görsənsin. Yəni, mən istəyərəm, mən fədakarlıq edirəm, mən elə şey mənə çatmır. Düzgün bir şey deyil o. O paxıllıq da deyil. İnsan da özünü daha çox sevirsən. Nazlı, çox sağ ol. Sən də bütün canlılara yazırsan eyni sözü, bəsdir də. Nazlı, təşəkkür də gözünü da. Yar. Ya saçın böyle ne güzel yakıştı ya. Az ne bileyim salatada ne geldi düzeltmişim. Xeyrə qarşı. Dost var ama azdı. Mən demədim dost yoxdur. Dedim dost azdı. Egoistsən. Egoist deyiləm. Sadəcə özümü hər kəsdən daha çox sevirəm. Yəni bəziləri kimi rola girmərəm. Mən istəyərəm ki, mənim dostum məndən yaxşı yaşasın. Elə bir həyat yoxdur. Hamı birinci özünü daha yaxşı yerdə görmək istəyir. Üzüm şişib yox. Elə olanların da qədir qiyməti bilinmir. Kimisə çox istəyə bilərsən, məsəl üçün öz aldığından dostuvu ala bilərsən, öz elədiyi dostuvu eləyə bilərsən, öz yediyindən imkanın varsa ona da eləyə bilərsən. O başqa şeylər. Amma əgər dostumun deyirsən, mən istəyərəm, məsəl üçün mənim evim yoxdur, dostumun evi olsun, mənim olmasa da olar, onu da evi ver, get qal evsiz. Eləyərsən, eləmərsən. Mümkünatı yoxdur. Anavız, atavız sizə pislik eləsə, anavız, atavızı silə bilmərsiniz. Harada geçsəz, anavız, atavızdır. Amma dostuvuzu, padruqavızı silə bilərsiniz. Onu gördən. Boş elə. Bu oğlanı bilmirəm, mən nə bilim. Dost sən indiki zamanədə yaxşıları çıxmaq şərti ilə cibin, ətrafın, dostlar pis gündəsinə, yaxşı gündə hamı yandadır. Dost tanıyıram, neçə də evi var, dostu evsizdir. Yaxşı dostsan götür evin birini ver də.
Danışanda deyir, mən dostum, boş şeylər də azamsın. Verənlər var, deyirəm axı, 100-ün, elə bir ki, 50 də yox, 100-ün 70%-ni götür, 30%-i hə. Onlar da yarmayacaq, ha. Dosta qarşı sadiq olanlar da yarmır, cındırlıq görür. İki tərəfdən biri cındırlıq edir də, yəni, iki dostun axıra kimi getdiyini mən görəməmişəm. Əsl dost ailədir, ha. Biri yaxşı olsa da, birisi nankör çıxacaq, yəni, bu mümkün olan bir şey deyil ki, olmaz. Sənə çox sağ ol, bəli. Alo, salam, Nərman, necəsən? Salam. Əsl dost anadır, bəzən ana da yaxşı dost olmur. Söhbət dost haqqında asılmışkən istəyirəm, mən də bir şey danışım. Mən 2 ildir də evliyəm. Nişanlı, 6 ay nişanlı qalmışam da mən. Demək, səhər saat 10-11 falan olardı, nişanlım bizə gəlmişdi. Oturmuşdu da, yəni bizə tək özü gəlmişdi. Sonra padruqam da sən demə, həmin gün bizə gələcəkmiş də, bizim həyət evidir. Padruqam gəlib bizə gələndə, mən də həyətdə idim də, padruqamla rastlaşdım. Dedim ki, bəs evdə qonağımız var, nişanlım gəlib də bizə. O da belə nişanlım gəlib eşidəndən sonra təşvişə düşdü də, dedi ki, ay gözü tez mən otağınıza geçin, makyaj eləyim özümə, bir nə gün deyəm falan. Getdi özünə, bizim otaqda makyaj eləmişdi də, geçən hazırlaşdı, saçı, makyaj. Yəni heç orada art niyyət düşünmədim də, bilmirəm ki, yəni niyə, indi də yəni belə art düşünmürəm. İstəyirəm ki, yəni səndən soruşum ki, nəyə görə yəni o elə elədi, bir elədən, hələ dağılımda fırlanır. Hələ ki, özüm heç makyajsız idim də, yəni ən sona günüm deyim. Burada nə var ki, bu bəzi qızlar nişanlananda elə bilirlər ki, bunların nişanlılarından yoxdur. Əmin ol ki, o səndən başqa heç kəsə lazım deyil, aşkım. Dostunuz da padruqandır, sirki sənin yanında qəşəng görsəniz. Niyə bunu yozursunuz ki? Burada nə var ki, yəni? Yox, yozmuram. Sadəcə məsələn o necə deyim? Yox, bu bəzi qızlar ər tapan kimi, evlənən kimi elə bilirlər ki, bunların ərləri elə ham. Kimə lazımdır sizin nişanlılarınız, sizin ərlərinizi? Qurban olun, elə üzünüzə deyirəm, kimə lazımdır, başınıza dönüm. Kimə lazımdır da? Bir dənə elə nə oldu elə hamı padruqasının sevgilisini qapdı. Oğlan yoxdur, nə yoxdur. O cındırlıq eləmək istəsə sənin üzvə deməzdi bir gedim bəzənim. O ürəyinin saflığından sənin yanında deyir, sən də ürəyində acıqva gəlməsin, cındır kimi düşünmüsən. Həm burada nə var ki, bəzənmək istəyir və sənin padruqanı istəyib qəşəng görsənsin. Art niyyət düşünmüsən də ürəyində şübhələrin var. Sən əsl dost deyilsən onda. Məncə sən o əlaqəvi kəs o qızla. Çünki bir insana qarşı sənin ürəyində şübhən varsa, sən ona o gözdən baxırsansa ki, hə, mənim nişanlımda göz ola bilər. Sən ümumiyyətlə o insandan dostluq eləmə. Yox, onsuz ondan sonra əlaqəmiz yəni kəsildi. Prosta necə deyim? Bir də gələ, kişiyə görə əlaqə kəsib padruqası ilə. Burada kişiyə görə kəsməmişəm. Nəyə görə kəsmirsən? Mən kəsmədim, o kəsdi. Niyə kəsdi? Nə bileyim, həyatına bir girəndən sonra nəsə mənlə danışmadı. Tərsinə olar, yox. Sən gah deyirsən, art niyyət düşündüm, sonra deyirsən, həyatına biri girib. Görsünüz qızlar söhbəti necə fırlatdı. Çünki bildir ki, səhvdir. Heç o qızın həyatında heç kəs də yoxdur, yalandan danışır. Yox, bəziləri elə bilir ki, bunların nişanlıları elə yeldi, qozdu, əslir tökür. Amma sizdən başqa heç kəsə lazım deyir, əmin ola bilərsiniz. O sənin nişanlı belə olmaq istəsə, sənə deməz gedim bəzənim gəlim. Deməsəydi, özünü haradasa göstərməyə çalışsaydı, deyərdim, hə, saman altından su yeridir. Deyir də, bir şey sənin yanında deyir onu. Art niyyət olsa sənin yanında niyə desin? Neyinir sənin nişanlı? Başqa da qızlar, nişanlınızı, padruqalarınızı qısqanmayın. Əgər o kişi səni əsl sevirsə, sən onu itirməkdən qorxma. Yəni, qorxursansa, ürəyində şübhən varsa, o oğlanın sevgisindən sən deməli, əmin deyilsən. Sənin elə sevgilin padruqan olmasa da, başqa qız olsa da üstünə cumacaq, sən də ömür boyuna şübhə ilə yaşayacaqsan. Özgüvənli ol. İşte bu qədər. Getmək istəyən olsa gedəcək. Zorla tutub saxlamaqla deyil. Sevən heç vaxt getmir. Xəyanət də eləmir. Eləsə belə sənin padruqanla falan eləmir də. Yəni, sən o qədər cındır vəziyyətə qoymur. Yəni, nə bilim. Düşüncəm belədir. Var ordu batsan ailemi. Nətərsən?
Sağ olasın, sən necəsən qurban olduğum? Yaxşı demişdi qızlar mən